Bizim işimiz çox danışmaq deyil, bizimki icraatdır ki, icraatımızda indi sizə göstərərəm bir-bir. Gəlin, baxın, görün disklər necə rənglənir və təmir olunur. Gəl bura. Galenwagendir. Galenwagenin diskləri olduğu kimi də təmir olunub, yəni qumlama ilə birinci köhnə rəngi götürmüşük, sonra tozba ilə rənglənib, sonra isə almazının üstündən getmişik, zavod birə-bir. Sonra burada isə Kia Optima'mız var. Bu Kia Optima'da da yenə də olduğu kimi disklər tozba ilə rənglənib, yəni tökülmə, cızılma, heç bir şey olmayacaq. Sadəcə olaraq moykada o napora vurana deyin ki, onu belə vurmasın bura. Onun qanunu budur. Sonra isə burada bir dənə də G20 var. Disklərini də yenə də tozba ilə rəngləmişik. İstədiyi tərzdə palçıqdır, tozdur, harayı sirgilsin, cızılmır, rəngi də tökülmür. Lidi və Lidi də Primo Çindən, zavoddan gətirdilər Pro servisə ki, qardaş, biz bunu burada rəngləyə bilmirik. Verin Xosrov bunu tozba ilə rəngləsin. Ki, sökür indi bunları rəngləyirik. Və son model Mercedes E300'dür ki, bunun da disklərini sökmüşük ki, tozba ilə rəngləyəcək. CLS 53'ümüz var, 2022 ki, bunun disklərini də rəngləyirik. F10'umuz var, bunun da diskləri istehsalatdadır və tozba ilə rənglənir. Və Toyota Carnival'ımız var ki, bu Toyota Carnival'da da disklər yenə eyni qaydada tozba ilə rənglənir. Burada da M5'imiz var ki, bu gördüyünüz M3 isə yenə də diskləri eyni qaydada tozba ilə rənglənəcək. Çünki M4'ə yaraşan rəng hər zaman qara olur. Sonra isə burada yenə də Porsche Cayenne'imiz var, eyni qaydada gördüyünüz kimi. Qumlama ilə köhnəni götürmüşük, sonra toz boya ilə rəngləmişik və almazın üstündən getmişik. İdealda görsəniz, spotlarda yanmayan boya ilə rənglənib. Gedək CLS-in yanına. Bu da gördüyünüz CLS-in diskləridir ki, indi hal-hazırda istehsalat məntəqəsindəyik və burada indi prosesi sizə göstərirəm. Gördüyünüz kimi birinci üstündən qumlama ilə bütün kraskanı hamısını götürürük. Burada isə tozba ilə rənglənən diskimiz bu gördüyünüz aparatına üstündən gedəcək ki, xrom olacaq. Bunların hamısını detallı şəkildə sizə göstərəcəm. Yəni bu gördüyünüz BMW-nin diskisi hal-hazırda qumlamadan çıxır. Məndən olsa bunu belə vuraram, maşının altına sürərəm. Çox gözəl görsənir. Amma Səhman deyir, yox, eləmə. Disk xarab olacaq. Amma mən eləyəcəm. Burada isə təndirimizdir. Bax. Pendiri vurdu üstünə. Bax. Gördün, bunu elədi. Sonra gəlir, girir burada peçə. Peçin içine girəndən sonra tam hazır olur. Tam hazır olandan sonra almaza verilir. Almaza verəndən sonra vəziyyət olur bu. G300'ün yuxarıda göstərdiyim G300'ün diskisidir. Bir dənə buna bax. Adamla danışırıq. Biz işimizi icraatla göstəririk. Və disklərimiz də hamısı qaranti ilə rənglənir.